Salam əziz dostlar. Son vaxtlar belə mesajlara rast gəlirəm ki, müəllim, biz essenizə yaza bilərik ki, 100 sözdən ibarət olan essenizə yaza bilərik ki, imtahanda essedən yaxşı bal toplayaq, yaxşı nəticə əldə edək. Bizə esse qurma strukturunu öyrədə bilərsinizmi? Dostlar, gəlin biraz real olaq. Gəlin biraz dürüst olaq. Əgər siz esseni yaxşı yazmaq istəyirsinizsə, mütləq ingilis dilində danışmaq qabiliyyətinizi inkişaf etdirməlisiniz. İngilis dilində cümlə qurma qabiliyyətinizi inkişaf etdirməlisiniz. İngilis dilində söz balansı artırmalısınız. İngilis dilində oxuma, anlama qabiliyyətini inkişaf etdirməlisiniz ki, esseni yaxşı yaza biləsiniz. Tutaq ki, təsəvvür edin ki, mən sizə esse strukturunu öyrətdim. Birinci giriş sizə gəlir, ondan sonra sizə verilən mətn haqqında, həmin mətnin advantage və disadvantage, yəni faydası və zərərləri haqqında yazacaqsınız və ondan sonra da nəticə hissədə bir nəticə gələcəksiniz. Siz bunu öyrəndiniz. Sizin ingilis dilində cümlə qurma qabiliyyətiniz yoxdur. Söz balansınız yoxdur. Oxuyub anlama qabiliyyətiniz yoxdur. Siz necə esseni yazacaqsınız? Ona görə də birinci esse strukturuna fokuslanmayaq, odaqlanmayaq. Biz necə ingilis dilində anlaya bilərik? Biz necə ingilis dilində cümlə qura bilərik? Biz söz balansımızı necə artıra bilərik? Bu hissəyə fokuslanaq. Bunları həll etdikdən sonra inanın esse yazmaq sizin üçün çox asan gələcək. Ondan sonraki etapda hardan başlayacağım, hardan qurtaracağım, bunu bilmək 10 dəqiqəlik bir şeydir. Ondan sonra çox rahat esse yazacaqsınız. Bir də son olaraq onu da qeyd edim ki, əziz valideynlər, əziz abituriyentlər, əgər siz bundan sonra ingilis dilindən yüksək nəticə əldə etmək istəyirsinizsə, mütləq ən azı 8-ci sinifdən ingilis dilindən hazırlığa başlamalısınız ki, həm dinləmə qabiliyyəti vaxtını inkişaf etdirə bilərsiniz, həm qrammatika qabiliyyəti vaxtını inkişaf etdirə bilərsiniz, həm oxuyub anlama və esseni yaxşı yaza bilərsiniz.